Tamaşadan yığdığı bütün pulu Mirzə Ələkbər Sabir üçün göndərən aktyorumuzun kim olduğunu bilirsiniz. Gəlin göstərim. Məktibadın nəyi və harası? Rüstəm bəyə xoş gəlib ki, əziz qızı Mademoiselle Gülnazı ona ərə verir. Bu obraz bəlkə də onun ən məşhur roludur. Daha çox epizodik rollarda oynayıb, amma hər zaman öz dəstə xətti ilə fərqlənməyi bacarıb. Karyerası daha çox teatrla bağlıdır. Gənc yaşlarındaykən Mirzə Ələkbər Sabirlə tanış ola bilir. Sabirlə Tiflisdə tamaşa zamanı görüşürlər. Ardıcan Sabir Şamaxıya qayıdır və xəstə olduğu üçün Molla Nəsrəddin jurnalında şairə dəstək istəyən bir məqalə yayımlanır. Mustafa Mərdanov da öz truppaları ilə birgə tamaşa qoyur, pulu Sabir üçün göndərirlər. Mustafa Mərdanov bu barədə ürək ağrısı ilə gündüz yayınlarından çıxan Xatirələrim kitabında danışır. Kitabı oxumağınızı tövsiyə edirəm. 28 dekabr Mustafa Mərdanovun vəfat tarixidir. Ruhu şad olsun. Bəs siz onun filmlərdəki hansı obrazlarını xatırlayırsınız?